Kəramət bəy, buyurun. Sən bir qəşəng qız idin. Universitetə qəbul olmaq istədin. Qiyabi oxumaq istədin. Partana əyləşəndə ilk dəfə dizlərini müəllimin gördü. Yaşıdın oğlanlara salam vermədin, quşun yaşlı kişilərə qondu. Hardan bildin ki, yaşlı kişilər gənc qızlara bərk bağlanırlar. Onları itirməmək üçün hər şeyə gedirlər. Yaşlı qadınlar da sütul oğlanları bərk tuturlar. Vay, sağ Allah. Bunu sənə köhnə inturist meymanxanasında işləyən yaşlı Xazeykan söyləmişdi. Onu saytlarda yaxşı olar, oxunar. Bu sən efil üçün deyil. Valla, bütün məni tanıyanlardan çox üzr istəyirəm ki, mən bu verilişə gəldim. Qardaş, mən demirəm pis şeirdir. Amma olmur axı, yəni ki, olmaz, yəni o bizim... Əslində, bilirsiniz, efil üçün deyil bu şeir. Getməyi düzgün oldu, çünki o qalsaydı daha da xoşa gəlməz söhbətlər olacaqdı. Mən çox təəssüf eləyirəm ki, bizim əgər gənclər bu günləri, bu tip şeirləri sevirlərsə, biz demirik ki, belə hallar yoxdur. Amma bunu bu qədər şeirlə ümumiləşdirib, qızlarımızı, qadınlarımızı, kişilərimizi bu qədər aşağılamaq çox böyük ayıbdır, çox böyük səhv addımıydı.